Beynəlxalq sertifikat əldə etməkdən ötürü artıq uzağa getməyə ehtiyac yoxdur. Siz onu evdə oturub əldə edə bilərsiniz. Necə? Misbaqlar saytına daxil olursunuz. Keçirik onlayn təlimlər bölməsinə. Onlayn təlimlər bölməsinə daxil olub, qeydiyyatdan keç düyməsini klik edirsiniz. Adınızı, soyadınızı, mail adresinizi, telefon nömrəsinizi və bir də şifrəni yazırsınız. Şifrə, yəni istədiyiniz şifrə, özünüz seçirsiniz şifrəni. Şifrəni yazdınız, sonra ikinci dəfə şifrənizi yazırsınız, yadda saxlamaqla ötürü. Qeydiyyatdan keç düyməsini klik edirsiniz. Artıq təlimlər bölməsi önünüzdə açılır. Keçirik təlimlər bölməsində. İstədiyiniz bir təlimi seçirsiniz. Misal üçün, elektrik təlimini mən seçdim. Təlimə qoşul düyməsini klik edirəm. Qoşuldu. Sizin bayaq doldurduğunuz informasiya, yəni adınız, soyadınız, telefon nömrəniz, mail adresiniz avtomatik olaraq bura yüklənir. Burada mən elektrik kursuna qeydiyyatdan keçmək üçün lazım olan bütün sənədləri ofisə gətirəcəyimi və kurs haqqında olan məbləği ödəyəcəyimi təsdiq edirəm. Bizdə burada müqavilə formatı var və bunu klik edirsiniz, müqavilə formasını yükləyirsiniz. Müqavilə forması kompüterinizə yüklənəndən sonra bunu print edirsiniz. Print edib imzalayırsınız, müqavilədə hər şey göstərilib, siz yalnız öz adınızı, soyadınızı və şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edirsiniz. Sonra bunu skan vasitəsilə ya bizə göndərirsiniz, ya da ki, gətirib çatdırırsınız. Müraciəti tamamla düyməsini klik edirsiniz, müraciəti tamamladınız, müraciətiniz qeydə alındı. 24 saat ərzində sizin müraciətinizə cavab gələcək və siz həmin cavaba əsasən artıq imtahana giriş edə biləcəksiniz. Mail adresimizdə biz cavabı görürük, bəli, yazılıb, müraciətiniz təsdiq olunub, təlim elektrik xidmətimizdən istifadə etdiyi üçün sizə təşəkkür edirik. Bu qədər sadə. Sonra şəxsi panelinizdə burada sağ tərəfdə sertifikat nümunəsi göstərilib, imtahan haqqı, təlim haqqında məlumat və təlimə qoşul düyməsində siz avtomatik, yəni burada təlim proqramını yüklə. Təlim proqramını yüklədik, oxuyursunuz, bitirirsiniz. Yəni sizə bundan ötürü hər hansı bir vaxt verilmir. Bir gün, 2 gün, 1 ay, hansı müddətdə istəyirsinizsə oxuyun, öyrənin. İstədiyiniz vaxtda şəxsi kabinetinizə daxil olub, istədiyiniz vaxtda imtahanı verə bilərsiniz. Çox sadə. Burada gelirsən, şəxsi panelində imtahanlar bölməsini keçirsən. İmtahanlar bölməsində imtahana başla düyməsini klik edirsən. İmtahana başladın və gördüyünüz kimi test suallardır. Neçə sual verilib, yazılıb, keçid balı qeyd olunub faizlə və başlayırsınız cavab verməyə. Misal üçün cavab verdim. Mən burada misal olaraq göstərəm. Qutardı. Siz bunu 1 saat müddəti verilir, yəni çox böyük bir vaxtdır. Bu müddət ərzində 20 yox, mən deyərdim, hətta 100 suala da cavab vermək olar. Bitirdikdən sonra imtahanı bitir və nəticəni göndər. İmtahanı bitirirsiniz və nəticəni göndərirsiniz. Alqoritm avtomatik sizin üçün hesablayıb, imtahanın keçid faizini, balını keçmisinizsə və burada statusda sizə qeyd olunur ki, siz imtahandan keçmisiniz, yoxsa yox. Və eyni zamanda imtahanın siz nəticəsini də görə bilirsiniz ki, verdiyiniz imtahanda, misal üçün, nəticə uğursuzdur. Aha, mənim nəticəm niyə uğursuzlanıb? Bu sualın cavabını düz verməmişəm, bunu səhv vermişəm. Bu suala heç ümumiyyətlə yeni dilli cavab verməmişəm. Bunların da hamısını görürsünüz. Və yenidən də daxil olmaq istəyirsinizsə, heç bir problem yoxdur. Öz şəxsi kabinetinizdə ondan sonra 2 dəfə də şansınız var ki, daxil ola bilirsiniz. Uğurla bitirdikdən sonra isə siz avtomatik olaraq sertifikatınızı əldə edirsiniz. Sertifikatınız sertifikatlar bölməsində sizin şəxsi panelinizə yüklənir və giriş zamanı biz təlimə qoşulanda biz qeyd eləmişdik və göstərmişdik ki, sizdə sertifikat nümunəsi hansı formada olacaq. Bu da burada qeyd olunub. Bax, bu qədər sadə, hörmətli beynəlxalq sertifikat almaq istəyən izləyicilərimiz.
beynəlxalq sertifikat almaqdan ötürü artıq heç yerə getmək lazım deyil. Onu siz evinizdə oturaraq, işinizdə oturaraq tez bir qısa zamanda əldə edə bilərsiniz.